Salam əzizləyicilər, biz keçən dərsimizdə feil haqqında ümumi məlumat verdik və feilin quruluşsa növləri haqqında ətraflı bəhs elədik. Bugünkü mövzumuz isə feilin qrammatik məna növləri haqqındadır. Feilin hansı qrammatik məna növləri var? Birinci adlarına baxaq. Üçü burada yazılır. Məlum, məchul, şəxssiz, digərləri qayıdış növ, icbar növ və qarşılıq birgəlik növdür. Yəni 6 məna növ var. Bunları bir-birindən fərqləndirmək üçün özlərinin özünə məxsus şəkilçiləri var və bu şəkilçilər birazdan görəcəksiniz ki, çoxu oxşardır və bunların biz şəkilçiləri ilə kifayətlənməyərək mənalarına da baxaraq seçəcəyik ki, bu feil məlum növdədir, ya yaxud məchul növdədir, şəxssizdir, qayıdışdır və s. Necə seçəcəyik? Gəlin buna baxaq. Birincisi məlum növ. Məlum növdə işi görən, biz deməli iş görənə deyirik subyekt, üzərində iş görülənə deyirik obyekt. Məlum növdə subyekt məlum olur. Yəni işi görən, iş kim tərəfindən görülübsə, o məlum olur. Məlum növdən birazdan bir daha ətraflı danışacağam. Amma bilək ki, işi görən məlum olur. Məsələn, deyir, mən işlərimi bitirdim. İşi bitirən kimdir? Mənəm. Vəssalam. İndi dediyim kimi birazdan daha ətraflı danışacağam. Məlum növü daha yaxşı bilmək üçün digər növləri bilmək lazım. Digər növlər haqqında məlumat əldə edəndən sonra məlum növ daha da aydın olur. Gəlin indi baxaq məchul növ. Məchul növdə adından da göründüyü kimi işi görən məlum olmur, gizli olur. Və şəkilçiləri var. Baxın, bir şeyi sizin nəzərinizə çatdırım. Ola bilər ki, bəzi sözlər məchulluq məzmunu daşıyar. Amma onda şəkilçi olmaz. Biz baxırıq ki, ikisi də olsun. Deməli, birinci şərtimiz nədir? Birinci şərtimiz, yazıram bura, dəftərinizə qeyd edin. Birinci şərt budur ki, şəkilçi olmalıdır hökmən. Şəkilçi. İkinci olmalıdır ki, mənası, məzmunu uyğun gəlsin. Məzmunu. Bu ikisi birlikdə olanda biz deyəcəyik bu məchul növdür, qayıdış növdür, qarşılıq birgəlikdir və s. Biri olsa, digəri olmasa biz bunu deyəcəyik məlum növdür. Vəssalam. İndi gəlin misallar üzərində izah edək. Məsələn, dedi ki, məchul növ. Baxa, ağaclar kəsildi. Feilimiz nədir? Kəsmək, kəsilmək. Gəlin görək varmı? Kəsmək sözün kökü, şəkilçisi nə idi? Il, ın, n. Il, ın, n şəkilçisi. Var, kəsmək, kəsilmək. Kəsildi. Baxdıq, şəkilçisi varmı? Var. Birinci baxırıq şəkilçiyə. Ən birinci şəkilçiyə baxın. Məzmunun qoyun kənara. Birinci şəkilçiyə baxın. Şəkilçi varsa məzmun haqqında fikirləşək. Şəkilçi yoxdursa, bir sözdə il, il, ul, ül, ın, in, un, ün və yaxud n şəkilçisi yoxdursa, n da odur ki, ın düşür də, ın, in, un, ündə ı düşür, təkcə n qalır. Əgər bu üç şəkilçi yoxdursa, biz artıq məchul növdən danışa bilmərik. Qoyacağıq onu məlum növün üstünə. Gəlin baxaq. Deməli, kəsildi. Nə kəsilib? Ağaclar kəsilib. Baxdıq ki, kəsildidə il var, şəkilçimiz var. İndi məzmununa baxırıq. Ağacın kim tərəfindən kəsilməyi məlumdurmu? Təbii ki, məlum deyil. Ona görə də bunu biz ürək rahatlığı ilə məchul növ deyə bilərik. Sonra, əşyalar daşındı. Biraz bunu sağa eləyim. Əşyalar daşındı. Daşımaq sözün kökü. Düzdür, daşımaq. Burada daşınmaq. Gördünüz, daşı ınmaq olmadığına görə ın şəkilçisində ı saiti düşür, qalır n. Daşındı. Deməli, birinci baxdıq nəyə? Şəkilçiyə. Şəkilçimiz varmı? Var. N var. İndi məzmununa baxırıq. Əşyalar daşındı. Kim daşıyıb? Fəhlə daşıyıb, evdəki insanlar daşıyıb, qonşu daşıyıb, kim daşıyıb bilinmir. Ona görə əşyaların daşınması məchul növdədir və biz bunu rahatlıqla deyirik. Niyə görə? İki şərtin ikisi də öyrənir. Birincisi şəkilçisi var, ikincisi məzmunu var. Sonra baxaq, su dağıldı. Dağıldı. Kim tərəfindən dağılması bilinmir. Düzü belə baxsanız səhv olacaq. Gəlin görək. Birinci şərtimiz nə idi? Şəkilçi olmalı. Birinci şəkilçisini axtaraq. Dağılmaq sözündə il var, amma bu il şəkilçidirmi? Təbii ki, şəkilçi deyil. Çünki sözün kökü dağılmaqdır. Buradakı d da qrammatikdir. Dağılmaq. Çünki
dağ sözü ilə dağılmağın arasında bir məna bağı yoxdur. Ona görə də sözün kökü dağılmaqdır və birinci şərtimiz artıq korlandı. Birinci şərtimiz nə idi? Şəkilçi olsun. Bunun şəkilçisi yoxdurmu? Yox. İndi məzmunu nə olur olsun. Dedim ki, biri olsa, biri olmasa nə olacaq? Deməli, dağıldı sözü məlum növdədir. Ay müəllim, axı bilinmir kim dağıdıb, biz ona baxmırıq. Biz şəkilçiyə baxırıq. Şəkilçi varsa, götür onu hansısa bir növdə, məlumdan başqa. Yox, əgər şəkilçisi yoxdursa, göstərdiyim hələ ki məchulun şəkilçisini görmüşük. Şəkilçi yoxdursa, göndərir onu məlumun üstünə, məlum da onu məmnuniyyətlə qəbul eləyir. Ümid edirəm ki, aydındır. Bir daha təkrar edirəm, onsuz dəfələrlə təkrar edəcəm. İki şərtimiz var. Birincisi şəkilçi, ikincisi məzmun. Bunların ikisi vəhdətdə olanda biz deyirik ki, bu məchul növdədir, qayıdış növdədir, qarşılıq birgəlik, icbar növdədir. Biri olsa, biri olmasa biz onu qoyuruq məlumun üstünə. Sonra gəlin digərinə baxaq. Şəxsiz növ. Şəxsiz növdə də işi görən məlum olmur. Şəkilçiləri də məchul növlə eynidir. Bəs necə tapacağıq? Yadınızda saxlayın. Şəxsiz növün mübtədası olmur və o mübtədanı bərpa etmək də olmur. Nə demək istəyirəm? Baxın, kəsildi xəbər. Nə kəsilib? Kim tərəfindən kəsilməyini demirəm amma. Nə kəsilib? Bilirsiniz ki, mübtəda kim, nə sonra cavab verir. Baxın, ağaclar nə kəsilib? Ağaclar. Nə sonra cavab verən var? Bəli, nə. Deməli, bu məchul növdədir. İndi gəlin şəxsizə baxaq. Şəkilçiləri eyni, gördüyünüz kimi. Məsələyə baxıldı. Kim tərəfindən baxıldığı bilinmir. Eynən məchuldakı kimi. Amma şəxsiz növün mübtədası olmur. Baxın, baxıldı nəyə? Avtomatik olaraq belə bir sual çıxır. Baxıldı nəyə? Bax, kəsildi nə? Biri deyir ki, tutaq ki, deyir ki, kəsildi. Sən də cümlənin axırını eşitsən, deyirsən, nə kəsildi? Hə, deyir ki, ağac kəsildi, nə bilim, odun kəsildi, nəsə kəsildi. Yenə də nə sualına cavab verir bu. Amma məsələyə baxıldı. Baxıldı nəyə? Avtomatik olaraq nəyə sualı çıxır? Nə sualını verə bilməzsiniz, bərpa edə bilməzsiniz. Sonra tapşırığa əməl olundu. Bunun yarısı düşüb belə eləyək. Hə, tapşırığa əməl olundu. Baxın, əməl olundu. Nəyə? Gördünüz, yenə də nəyə sualı çıxır. Nə sualı çıxmır buradan. Amma daşındı nə əşyalar. Avtomatik olaraq nə sualı çıxır. Şəxsiz növdə isə nə sualı çıxmır, nəyə sualı çıxır. Əməl olundu nəyə, baxıldı nəyə və s. Deməli, gəlin ümumiləşdirək. Məchul növlə şəxsiz növün şəkilçiləri eynidir. Mahiyyəti demək olar ki, eynidir. Hər ikisində işi görən məlum olmur. Amma fərqi budur ki, məchul növün mübtədası olur, şəxsiz növün isə mübtədası olmur. Bu qədər kifayət eləyir. İndi gəlin digər növlərdən danışaq. Qayıdış növ. Qayıdış növün də şəkilçisi, deyəcəksiniz, nə oldu? Elə hamısı eynidir ki, ıl, ın və n. Bəs bunu necə ayıracağıq? Birincisi şəkilçimiz olmalıdır. Bax, bunu bir də təkrar edirəm. Şəkilçimiz olmasa biz onu qayıdış növ deyə bilmərik. Birincisi şəkilçimiz olmalıdır. İkincisi isə işi görənin özünün üzərində olmalıdır. Yəni özünə qayıtmalıdır. Ona görə qayıdış növdür bu. Məsələn, baxaq, qız yuyundu. Biraz yaxınlaşdırıram. Qız yuyundu. Yuyundu. Yumaq, düzdür, yuyunmaq. Şəkilçimiz var, bəli. Bu y bitişdiricidə bu heç. Yuyunmaq. Un var. Bununla işimiz yox, qrammatik. Yumaq, yuyunmaq. Qız özü yuyunub və şəkilçimiz var. İki şərtimizin ikisi də ödənir. Birincisi şəkilçimiz var, ın, in, un, ün. İkincisi də ki, qız özü öz üzərində görüb də, girib yuyunub, çıxıb. Özü yuyunub. Vəssalam. Biz buna deyirik ki, bu qayıdış növdür. Sonra gül açıldı. Yəni, bax, açmaq, açılmaq. Aha, ıl şəkilçimiz var. Birinci şərtimiz ödəndi. İkinci şərtimiz görək mənası da ondandır. Gül özü-özünə asılıdır. Kimsə gedib gülün o ləçəklərini tutub əli ilə aralamır ki. Təbiət, məsələn, yaz gəlib, elə gül qönçədir, gedib onu vərəqləyir, aralayır ki, yox, sən açılmalısan, gün də çıxıb yaz fəslidir. Yox, gül özü-özünə vaxtı gələndə təbii hadisədir, açılır. Heç kəs bunu aça bilməz. Deməli, iki şərtimizin ikisi də ödəndimi? Bəli, ıl şəkilçimiz var və məzmun da öz üzərində görülür. Hava tutuldu. Tutmaq, tutulmaq. Birinci şəkilçiyə baxırıq. Baxdıq, şəkilçimizi tapdıq. Ul var. Məzmununa baxaq, hava öz-özünə tutulur.
Əla. Bu da oldu qayıdış növ. Sonra müəllim deyindi. Demək, deyinmək. Öz-özünə deyinir də. Görürsünüz, durub öz-özünə deyinir. İn şəkilçimiz var, var. Şəkilçimiz də var. Və iş də özü özlərində görülür. Və salam. Biz buna deyirik qayıdış növ. İki şərtin ikisi də ödənirsə, oldu qayıdış növ. Sonra qız bəzəndi. Aha. Qız öz-özünə, necə ki yuyum vurdu. Qız öz-özünə bəzəndi. Bəzəmək, nısız ha. Bəzəmək sözün kökü. Bəzənmək, n var. Sonra deyil. N-mız var, var. Müəllim, bəs qızlar salonda bəzənmir. O həmişə olmur ki, toya, bayrama, harasa gedəndə bəzənirlər də salonlarda. Təbii ki, milyoner deyilsə, normal Azərbaycanda çox qızlar, xanımlar özləri evdə bəzənirlər. Hə, toya, bayrama, harasa şənliyə gedəndə xüsusi makiyaj elətdirirlər, bəzənirlər. Amma əsasən hər kəs evində özü bəzənir. Biz çoxluğa baxırıq ki, qız bəzəndini biz qayıdış növ götürürük. Çünki özü özlərində görülür. Şəkilçimiz var, var. N şəkilçisi var. Özü bəzənibmi? Bəli. Hava tutuldu. Yenə də deyəsən bunu dedim yuxarıda. Hə, bunu demişəm. Təkrar yazmışam. Yenə də tutmaqdan tutulmaq, hava da öz-özünə tutulur. Gəlin indi davam edək. Şagird ruhlandı. Şagird özü-özünə ruhlanır da, düzdür? Belə baxsanız çaşacaqsınız. Birinci şərt şəkilçidir. Gəlin baxaq. Sözün kökü ruh, düzdür? Ruh. Ruhlamaq sözü var. Mən kimsə ruhladım. Olar? Təbii ki, olmaz. Deməli, burada şəkilçi nədir? Landır, ruhlanmaq. Bəs bizim şəkilçimiz nə idi? N-dır. In, il və yaxud n-dır. Buradakı şəkilçi nədirsə? Landır, l-a-n. Deməli, bunu biz qayıdış növ götürə bilərik, götürmərik. Müəllim, şagird axı özü ruhlanıb, nə olsun özü ruhlanıb? Əgər bizim şəkilçimiz yoxdursa, istəyir 10 nəfər bunu ruhlasın, istəyir özü gecə-gündüz özünü ruhlandırsın, fərqi yoxdur. Şəkilçimiz yoxdursa, biz onu məlum növ götürürük. Deməli, şagird ruhlandı, nə oldu? Məlum növ oldu. Sonra gün çıxdı. Gün müəllim öz-özünə çıxır da. Şəkilçisini göstər mənə. Göstərə bilməzsən. Çünki çıxmaq sözün kökü d-da nə oldu? Hə, d-da oldu keçmiş zaman. Gün çıxdı. Vəssalam. Burada şəkilçi var, yox. Hə, gün öz-özünə çıxır, gedib qonşular çıxardır günü, yalvarır, yaxar, işimiz yoxdur onunla. Biz şəkilçiyə baxırıq. Şəkilçidə biz qayıdış növün şəkilçisini görmədiksə, il, in və n-nı. Vəssalam, biz atdıq bunu hara? Məlumun boynuna. Oldu məlum. Bu da məlum. Sonra atam qocalıb. Qocalıb. Baxaq. Qoca sözün kökü. Hə, müəllim, qocadan qocalmaq olur da. Şəkilçimiz nədir? Il. Şəkilçimiz il, in və n. Ilın qısaldılmışı sayılmaz. Ilın qısaldılmışı sayılmaz. Bir də ki, yadınızda bunu da saxlayın ki, feilin qrammatik məna növləri ancaq feildən düzəlir. Qoca sözü sifətdir. Qocadan qocalmaq düzəlməz. Buradakı şəkilçi al-əl şəkilçisidir. Hardan bilirəm? Məsələn, qoca, qocalmaq, sonra çox, çoxalmaq. Görürsünüz, sifətdən və saydan düzəlir. Düz, düzəlmək və s. Gördüyünüz kimi buradakı l nədir? Adlardan feil düzəldən şəkilçidir. Bəs bunu mən necə ayırd edeyim? Ayırd eləmə. Bunu bil ki, ılın qısaldılmışı yoxdur. Inın qısaldılmışı var. Bax, bu ının qısaldılmışı n-dır. Amma ılın qısaldılmışı yoxdur. Bunu yadında saxla. Yəni, təkcə sən l-nı görsən və ələxsus da həmin l nədən gör düzəldib? Qocadan düzəldib, adlardan düzəldib, sifətdən düzəldibsə, deyə bilmərik biz buna qayıdış növ. Özü-özünə qocalır, zaman qocaldır, amma şəkilçisi yoxdur burada. Şəkilçi yoxdur. Bu da oldu məlum növ. Qırağa yazım. Məlum. Sonra quş qanadlandı. Hə, müəllim, özü qanadlanır, quş uçur. Heç kəs bunu qanadlandırmır ki. Gəlin kök və şəkilçiyə ayıraq. Qanad sözün kökü. Qanadlamaq sözü var. Mən kimisə qanadladım, quşu qanadladım. Xeyr, yoxdur. Deməli, qanadlanmaq oldu. Hə, özü özlərində görsə də şəkilçi yoxdur. Axı, şəkilçi yoxdursa, bu da getdi məluma. Uşaq ayıldı. Hə, müəllim, uşaq özü ayılır da. Gəlin, baxaq görək, özü ayılıb, yoxsa kimsə ayıldıb. Ayıl sözün kökü.
Vəssalam. Sözün kökü ayıldı. Burada ıl, ın, n şəkilçisi yoxdur. Bax bu hissədəki sözlərin heç birində ıl, ın, n şəkilçisi yoxdur. Amma hamısının məzmunu qayıdış məzmunudur. Və biz bunların heç birini qayıdış növ götürmürük. Səbəb odur ki, şəkilçisi yoxdur. Bir daha təkrar edirəm. Hər hansısa bir növün şəkilçisi yoxdursa, biz onu məlum növə ötürəcəyik. Vəssalam. Bu qədər işimiz bəsitdir. Bunları birazdan çoxlu deyəcəyik. Onsuz da daha yaxşı yadınızda qalacaq. İki şərtimiz var da, şəkilçi və məzmun. Biri varsa, biri yoxdursa, biz onu götürmürük. Keçək indi digər məsələyə, icbar növə. İcbar növün də şəkilçisi axır ki dəyişdi burada. Dırdır və tıdır. T və dır şəkilçisidir. Gəlin indi baxaq görək icbar növ necə olur. İcbar növün dediyi şəkilçisini, bəs məzmunu necə olur? Məzmun da olur ki, icbar, məcbur, kiməsə elətdirirsən. Burada 3 şəxs olur. Biri haqqında danışan, yəni mən danışıram, siz danışırsınız, kiminsə haqqında danışırsınız. İkincisi haqqında danışılan, üçüncüsü də o işi edən. Haqqında danışılan etmir ha, o kiməsə elətdirir. Məsələn, indi yaxınlaşdırım biraz. Cəmil məktubu yazdırdı. Bax, danışan mənəm də hal-hazırda, elə həqiqətən də mən danışıram. Cəmil məktubu yazdı. Deyirəm ki, Cəmil var, filan kəsin oğlu, o məktubu yazdırdı. Danışan mənəm. Kimin haqqında danışıram? Cəmil haqqında. Bəs məktubu yazan Cəmildir? Yox, Cəmil kiməsə yazdırıb. Şəkilçimiz var, baxın, yazmaq, yazdırmaq. Şəkilçimiz var, var. Bəs üçüncü şəxsə yazdırılıbmı? Bəli. Cəmil özü yazsaydı, desəydi ki, mən tutaq ki, deyirəm ki, Cəmil məktub yazdı. Bu olmayacaqdı təbii ki. Kiməsə yazdırmalıdır o Cəmil. Haqqında danışan mənəm. Haqqında danışılan Cəmildir. Cəmil işi özü görmür. Kiməsə gördürürsə, bu oldu icbar növü, yəni məcbur edir kiməsə. Müəllim lövhəni sildirdi. Bax, danışan mənəm. Kimin haqqında danışıram? Müəllim haqqında danışıram. Müəllim özü lövhəni silib? Xeyr. Müəllim kiməsə sildirib. Silmək, sildirmək. Şəkilçimiz də var, məzmun da var. Vəssalam. Şah üsyançıları öldürtdü. Baxaq, şəkilçimizə baxaq. Ölmək, öldürmək yox ha. Burada artıq öldürtmək olur. İndi birazdan öldürmək məsələsinə gələcəm. Baxın, haqqında danışan kimdir? Mənəm. Kimin haqqında danışıram? Şahın haqqında danışıram. Şah özü öldürüb, ona görə tığını qoymuşuq. Bəzən dır üstü 4 şəkilçisi bizim köməyimizə çatmır. Onun yanına bir dənə t şəkilçisi əlavə olunur. Baxın, öldürdü desəydim, bu cümlə belə olsaydı ki, şah üsyançıları öldürdü. Bax, danışan mənəm. Kimin haqqında danışım? Şahın haqqında. Nə deyirəm? Şah öldürdü. Özü öldürürsə bitdi artıq. Bu icbar növ deyil. Kiməsə öldürtməlidir. Deməli, burada da bir dənə t şəkilçisi var. Vəssalam. T ilə yarandısa getdi. Bu da icbar növə. Həm şəkilçi, həm məzmun olmalıdır. Əli torpağı qazdırdı. Danışan kimdir? Mənəm. Kimin haqqında danışıram? Əli haqqında danışıram. Heç ola bilər burada əli yazılmaz. Bax, yazıram ki, torpağı qazdırdı. Özümüz bərpa eləyək də. Danışan kimdir? Mənəm. Kimin haqqında danışıram? Onun haqqında. Hər hansısa bir Əli, Vəli, Pirvəli kimdirsə. Torpağı qazan odumu? Yəni Əlidirmi? Xeyr. Torpağı o qazmayıb, o qazdırıb. Qazdırıbsa şəkilçimiz də var buradadır. Məzmun da var, vəssalam. Şah məclisdəkiləri güldürtdü. Özü güldürməyib. Haqqında danışan mənəm. Haqqında danışılan şahın haqqında danışıram. Şah özü güldürüb? Yox. Şah da kiməsə güldürdüb. Gülmək, güldürmək, güldürtmək. Güldürdü. Belə. Sonra indi davam edək. Sağdaşlara baxaq. Cəmil bizi güldürdü. Mübahisə edək. Cəmil. Bax, haqqında danışan kimdir? Mənəm. Kimin haqqında danışıram? Cəmil haqqında. Şəkilçimiz var? Var. Bax, gülmək, güldürmək. İndi gəlin görək, bu işi kim görüb? Haqqında danışan bir daha da mənəm. Kimin haqqında danışan? Cəmil haqqında. Kim güldürüb? Cəmil güldürüb. Artıq getdi, bu oldu məlum növ. Səbəb? Səbəb odur ki, Cəmil özü görməməli idi. Cəmil kiməsə gördürməli idi o işi. Özü güldürməməli idi, güldürtməli idi. Güldürtməli idi. Artıq üçüncü şəxs yoxdursa iş eləyən. Bax, belə deyək də, haqqında danışılandan, yəni bu Cəmillə işi görən eyni olmamalıdır.
Mən haqqında danışıram Cəmilin. Cəmil həmin işi görməməlidir. Cəmil həmin işi gördürtməlidir. Baxaq indi. Əhməd düşməni öldürdü. Baxırıq birinci şəkilçiyə. Ölmək, öldürmək. Həvəssalam götürək icbar olmaz. Hələ bir səbr edin. Danışan kimdir? Mənəm. Kimin haqda danışıram? Əhmədin haqda. Əhməd özü görüb yoxsa kiməsə öldürüb? Əhməd öldürüb, öldürtməyib, özü öldürüb. Vəssalam. Deməli bu da oldu məlum növ. Baxmayın, şəkilçi var, amma məlum növdədir. Səbəb odur ki, məzmun uymur. Dedim axı, məzmunla şəkilçi vəhdətdə olmalıdır, birlikdə olmalıdır. Biri olsa, digəri olmasa alınmaz. Ağacları yandırdı. Bu kimsə, o, Əli, Vəli ağacları yandırdı. Yandırdı kim? O. Gəlin baxaq. Burada 2 dənə A yazılıb. Yanmaq, yandırmaq. Vəssalam, dır var götürək, götürməyin. Hara götürsün? Sakit olun, görək başımıza nə gəlir. Yandıran kimdir? Odur. Haqqında kimin danışıram? Elə onun haqqında danışıram da. Olmaz belə. Əgər haqqında danışılan şəxslə işi görən şəxs eynidirsə, bu olur məlum növ. Məlum. İlkinin sualları bizi bezdirdi. İlkin yazmışam. İlkinin sualları bizi bezdirdi. Bezmək, şəkilçiyə baxaq. Bezdirmək, götürək, yox, götürməyək. Niyə görə? Mən kimin haqda danışıram? İlkin haqda danışıram. İlkinin qeybətini qırıram ki, bu sualları ilə bizi bezdirib. Bəs sualı ilə bezdirən kimdir? İlkindir. Haqqında danışdığım kimdir? Qeybətini elədiyim kimdir? O da ilkindir. İkisi də eyni şəxs olanda artıq bu olur məlum növ. Sonra xəyalə məsələni bildirdi. Bilmək, bildirmək, şəkilçimiz var. Götürək, götürməyə. Niyə görə? Kimin haqqında danışıram? Deyirəm ki, xəyalə məsələni bildir. Xəyalənin haqqında danışıram. Bəs məsələni bildirən kimdir? Xəyalənin özüdür də yenində. Bildirtsəydi kiməsə, yəni ona deyib, o da deyir mənə. Kiməsə bildirtsəydi, başqa bir dənə t olsaydı burada, olardı bu icbar növ. Amma hal-hazırda mənim haqqında danışdığım da xəyalədir, ilkindir, Əhməddir, Cəmildir. İşi görən də olardı. Ona görə də bunların hamısı məlum növdədir. Bu da belə, bunu uzaqlaşdıraq. Sonra keçək qarşılıq birgəlik növə. Qarşılıq birgəlik növündə şəkilçisi ış və yaxud şıdır. Saitlə başlayan şəkilçi olanda o biri düşür, qalır təkcə şı. Və iş ya qarşı-qarşıya görülür, ya da birgə görülür. Ya iş qarşı-qarşı olur, ya da birgə olur. Gəlin indi baxaq, biraz da bunu yaxınlaşdırım ki, rahatlıqla olsun. Şəkilçimiz nə oldu? Iş oldu. Iş, bir də ş. Gəlin baxaq, əskərlər döyüşür. Birincisi şəkilçiyə baxırıq, ikincisi məzmuna baxırıq. Şəkilçi önəmlidir. Birinci şəkilçi. Döymək, döyüşmək. Aha, şəkilçimiz var. Döyüşmək necə olur? Qarşı-qarşıya döyüşürsən də düşmən əskərləri ilə bizim əskərlər qarşı-qarşıya döyüşür. İstəyir ordular bir-birinə döyüşsün, istəyir 3 nəfər, 2 nəfər, 1 nəfər, fərq yoxdur. Burada 2 dənə düşmən var, qarşı-qarşıya döyüşürlər. Deməli, bu nə oldu? Qarşılıq birgəlik növ oldu. Vəssalam, şəkilçimiz var, məzmun var, götürdü, getdi qarşılıq. Sonra, uşaqlar gülüşür. Gülmək, birinci şəkilçiyə baxırıq. Gülüşmək. Aha, şəkilçimiz var. Məzmununa da baxaq bir dənə. Gülüşmək, birlikdə yığışırlar, gülüşürlər. Deməli, qarşılıq birgəlik növdür. Vəssalam, deməli, götürdük, bunu da getdi. Yazışdılar. Yazmaq, şəkilçimiz var. Bəli, yazışmaq var. Yazışmaqda qarşılıqlı olur da. Mən buradan yazıram, oradan yazır və s. Deməli, qarşılıq birgəlik növdür. Həm şəkilçi var, həm məzmun var. Sonra, salamlaşdılar. Salam sözün kökü, salamlamaq, düzdür. Sonra salamlaşmaq. Ş var, bəli var. Dığınandalar heç. Biz əsas baxırıq salamlaşmağa. Salam sözün kökü, salamlamaq, salamlaşı bütöv götürməyin də. Keçən dəstə dedim onu. Salamlamaq, salamlaşmaq. Ş var, bəli. Bəs salamlaşmaq necə olur? Sən əlini uzadırsan, o əlini uzatdı, salamlaşdın. Vəssalam, və yaxud uzaqdan uzağa salamlaşdınız. Qarşılıq birgəlikdirmi? Bəli. Vəssalam, bu da belə. Sonra keçək mələşdilər sözünə. Sözün kökü mələmək, çox böyük çəkdim xətti, mələmək, sonra mələşmək. Mələşməkdən sonra deyirlər. Mələmək sözündən nə yarandı? Mələşmək. Şəkilçi var, var. Məzmununa da baxaq, qarşılıq birgəlik. Vəssalam, bunu götürdük biz, qarşılıq birgəlik növ.
Bura qədər elə bilirəm ki, aydındır. İndi gəlin digər tərəfə baxaq, görək burada vəziyyət necədir. Məktublaşmaq. Deyirik ki, bir üzbəüz məktublaşırsan da, sən birini göndərirsən, o birini göndərir. Qarşılıq birgəlik növdür. Birincisi şəkilçisini tapaq. Məktub sözün kökü. Məktublamaq var, yoxdur. Məktublamaq sözü yoxdur ki. Deməli, şəkilçimiz nədir? Məktublaşmaq. Laş, ləş. Qarşılıq birgəliyin şəkilçisi nədir? Işdır, iş. Laş deyil. Deməli, bu söz nədir? Məlum növdədir. Məlum. Sonra, rastlaşmaq. Rast sözün kökü. Rastlamaq var, yoxdur. Dilimizdə rastlamaq sözü yoxdur. İşlədə bilərsiniz, amma dilimizdə rastlamaq sözü yoxdur. Laş burada bütövdür. Rastlaşmaq. Vəssalam. Bu da oldu məlum növ. Niyə görə? Çünki burada şəkilçi yoxdur. Birinci şəkilçi olmalıdır. Burada şəkilçilər laşdır. Halallaşmaq. Halal sözün kökü. Halal sözün kökü. Halallamaq sözü var, yoxdur. Halallaşmaq. Vəssalam. Bu oldu məlum növ. Səbəb nədir? Laşdır. Iş deyil. Bu da oldu məlum. Düzdür, bunların məzmununun hamısı rastlaşmaq, qarşı-qarşıya oldun, halallaşdın, halallaşmaqda sən deyirsən, düzdür, yığışıb birlikdə də halallaşa bilərsiniz və s. Biz buna baxmırıq. Birinci şəkilçiyə baxırıq. Şəkilçi yoxdursa, qalan hər şey boşdur. Mənası nə olur olsun. Güləşmək. Güləşməkdə konkret bir qarşılıq var da. Çünki biri sən onun çiyninə əlini atırsan, o sənin çiyninə başlayırsan güləşməyə. Necə ki, döyüşməkdəki kimi. Amma görək, deyirsən ki, tutaq ki, Əhmədlə Vəli güləşdi. Vəssalam, tapdım. Qarşılıq birgəlik, xeyr. Şəkilçisinə bax. Güləşmək. Sözün kökü güləşdir. Gül deyil ki, güləşdir. Burada şəkilçi var, şəkilçi var, yəni o iş şəkilçisi yoxdur, mək var. Deməli, bu nədir? Bu da məlum növdədir. Vəssalam. Sonra uşaqlar bir-birinə qarışdılar. Bura birgəlikdir də. Bu birgəlikdir də, tapdım. Qarışdılar. Xeyr. Sözün kökü nədir? Qarışdı. Burada heç şəkilçi yoxdur. Yəni iş şəkilçisi yoxdur. Deməli, bu da getdi məluma. Razılaşmaq. Razı sözün kökü. Qarşı-qarşıya razılaşırıq da. Bunu götürək biz. Qarşılıq birgəlik növ. Xeyr. Çünki razılamaq sözü yoxdur. Şəkilçi burada laşdır. Razılaş. Bu da oldu məlum növ. Deməli, bir də ümumiləşdirək, artıq bezdirdim sizi eyni sözləri təkrar eləməklə. Birinci baxırıq şəkilçiyə. Şəkilçi yoxdursa, biz heç digər məsələlərə baxmırıq. Şəkilçi varsa, sonra baxırıq mənaya. Bayaq gördüyünüz kimi, dır şəkilçisi var idi, icbal növdə heç mənası uyğun gəlmirdi. Bəzilərinin şəkilçisi olmur, mənası uyğun gəlir, biz onu da götürmürük. Bəzilərinin şəkilçisi uyğun gəlmir, məna uyğun gəlir, onu da götürmürük. İkisi birlikdə olmalıdır. İki şərtin ikisi də ödənməlidir. Hansı şərtdir? Şəkilçi və məzmun. Bunların biri olmasa götürmürük. Sonra gəlin indi danışaq bəzi qeydlərimiz haqqında. Bu qeydlər nələrdir? Tutaq ki, iki dənə söz var. Açıldı sözü. Biraz yaxınlaşdırım. Qapı açıldı. Qapı açıldı. Deyək ki, qapını açan bilinmir də məhsul. Bir də var, hava açıldı. Bax, ikisini də biraz da yaxınlaşdırım. Qələmi də götürək. Bax, açmaq, açmaq, açılmaq. Düzdür? Açılmaqdan açıldı. Açmaq, açılmaq, açıldı. Eyni quruluşa malikdir. Hər ikisində bir kök, bir leksik, bir qrammatik. Hər ikisində ıl şəkilçisi var. Gördük, açıldı, ıl şəkilçisi var. İndi qayıdışdır, yoxsa məhsuldur, onu tapmaq üçün məzmuna baxırıq. Hava açıldı, təbii ki, hava öz-özünə açılır. Şəkilçi də var, qabağındakı hava sözü də var. Bildik bunu. Bu deyirsiniz, bəs testdə necə taparıq? Açıldığını tək versə, tək verilmir. O, problemli məsələ tək salınmır. Qarşısındakı sözlə birlikdə salınır ki, siz onu tapasınız. Qapı açıldı, qapını kim açıb bilmirik. Bu məchul növdür. Amma hava açılması özü üzərində görülən təbii hadisədir və bu qayıdış növdür. Sonra darandı sözü. Gəlin baxaq. Daramaq sözün kökü, daranmaq, n-dı. Daramaq sözün kökü, daranmaq, bir də da heç. Əsas daranmağa qədər baxaq. Yun darandı, qız darandı. Yun darandı olur məchul. Çünki yun öz-özünə daranmaz ki, yunu kimsə darıyır və o kim bizə məlum deyil. Amma qız darandı da bilirik ki, qız özü-özünü darıyır. Şəkilçisi də var, bəli var. Məzmunu da var, bəli, özü-özünü darıyıb.
oldu qayıdış növ. Deməli, yun darandı oldu. Hər ikisi darandıdır. Quruluşunda fərq yoxdur. Eyni şəkilçi ilə düzəlib. Sadəcə olaraq cümlədə işlənmə yerinə görə fərqli olur. Yun darandı olur məchul növ, çünki yunu darayanı bilmirik. Qız darandı olur qayıdış növ. Sonra gəlin indi bu tərəfə baxaq. Əsgər meydana atıldı. Meydana atılmaq sözündən söhbət gedir. Meydana atıldı. Deməli, atmaq, atılmaq, sonra atmaq, atılmaq. D-lərlə işimiz yoxdur. Hər ikisində atıldıdır. Bəs necə tapırıq? Qarşısındakı sözə baxırıq. Ümumiyyətlə cümlənin mənasına baxırıq. Əsgər meydana atıldı. Şəkilçisi nədir? Ildır. Deməli, ıldısa ya qayıdışdır, ya məchuldur, ya şəxssizdir. Üçündən biri olar da. Görək bəs hansıdır? Əsgər meydana atıldı. Özü atılıb da, və yaxud irəli atıldı. Özü irəli atılıb, meydana atılıb. Bu oldu qayıdış. Amma top meydana özü-özünə, məsələn, görmürsünüz, duran hər hansısa bir evdə olan top, desin ki, ürəyim sıxıldı, çıxsın balkona, desin, mən də küçüyə atlanam, gedirəm, özü-özünə atsın, olmaz. Bu, təbii ki, topu kimsə bir təpi ilə, əli ilə götürüb o meydana tullamalıdır, atmalıdır. Ona görə bu oldu məchul növ, çünki topu meydana atan bilmirik kimdir, amma əsgərin meydana atılması özü meydana atılır, irəli atılır və s. Deməli, özü eləyirsə işi qayıdışdır, yox kimsə eləyirsə məchuldur. Sonra şəhər müdafiə olunurdu. Kim tərəfindən olunurdu bilinmir. Şəkilçimiz var, bəli, olmaqdan olunmaq şəkilçisi var. Müdafiə olunmaq, daha doğrusu, bütövlükdə götürək, elə ki, olunla baxaq da biz. Müdafiə olunmaq, olunmaq şəkilçimiz var. Kim tərəfindən müdafiə olunur bilinmir. Deməli, bu məchuldur. Amma özümüz müdafiə olunurduq. Artıq müdafiə olunan kimdir? Özümüzük. Özümüzük. Dəqiqdir də, bu bilinir. Şəkilçimiz var, bəs deyəsiniz bilinirsə məlum götürək, yox, şəkilçi var axı. Olmaqdan, olunmaq, ın şəkilçisi var və məzmun da özümüzdür, qayıdır da özümüzə. Deməli, bu da qayıdış növdür. Sonra, bundan əlavə bir qeyddə sizin nəzərinizə çatdırım. Bu sulanmaq barədə testlərə çox salırlar bunu. Deməli, necə ki, orada atıldı, açıldı sözləri var idi. Burada sulanmaq sözü var ki, deyir, məsələn, meyvə yetişib sulandı, ağac sulandı, gözüm sulandı. Bunlar hansı növdədirlər? Cümləyə baxırıq, təkcə vermir. Cümlənin məzmunundan biz araşdırırıq ki, buradakı sulanmaq sözü feilin hansı qrammatik məna növündədir. Gəlin baxaq. Meyvə yetişib sulandı. Kökü su. Bura qədər aydın, heç su. İndi meyvəni suluyurlar, yoxsa meyvə özü sulanır? Meyvə özü sulanır. Tez deməyin, tapdıq, götürək qayıdış növ gedək, yox. Niyə görə? Çünki qayıdış növ olması üçün, gəlin bunu birincisi kök və şəkilçiyə ayıraq da. Meyvəni sulayırlar, sonra sulanır, yox. Deməli, lanı biz ayıra bilmərik. Səbəb nədir? Səbəb odur ki, o lananı o vaxt ayrılar ki, meyvəyə həqiqətən su tökələr, su vuralar ki, sulana. Amma buradakı cümlədə nədir? Meyvə yetişir, sonra sulanır. Və burada biz qayıdış növün məzmununu görsək də şəkilçisini görmürük. Niyə görə? Qayıdış növün şəkilçisi nədir? N-dır da, düzdür. Amma burada N yoxdur axı. N olsa gərək biz onda su ilə sulayaq meyvəni, sonra o sulansın. Fikrim çatır yəqin ki. Bu, buradakı şəkilçisi lan, ləm bütöv götürülür. Yəni, sinin bunları lan, ləni bütöv götürək. Deməli, meyvə yetişib sulandı sözündə, cümləsindəki sulandı feili mahiyyət baxımından, məzmun etibarı ilə qayıdış növə oxşasa da şəkilçisi olmadığına görə, şəkilçisi yoxdur. Biraz diqqətləsəz tam nə demək istədiyimi başa düşəcəksiniz. Şəkilçi olmadığına görə biz bunu götürdük məlum növ. Məlum. Sonra ağac sulandı. Ağaca su veririk, sulanır. Götürdünüz suyu vedrə ilə gətirdiniz, su tökdünüz. Bu artıq su, ağacı sulamaq olur. Bəli, təbii ki, ağacı sulayırsınız. O ağac sulanır. Burada artıq n-nı biz tək götürürük. Bəs indi n hansıdır? Qayıdışdır burada. Məchuldur, yoxsa şəxssiz növdür. Ağacı kimin suladığını bilmirik və kimsə ağacı sulayıb, ağac da sulanıb. Vəssalam, bu oldu məchul. Məchul. Şəkilçisi də var, məzmun da var. Gözüm sulandı. Gözüm sulandı. Göz öz-özünə sulanır. Götürüm qayıdış olmaz.
Niyə görə? Çünki su sözün kökü gözüm sulandı da sulayırlar gözü sonra sulanır? Təbii ki, yox. Göz bütövlükdə lanı bütöv götürür. Niyə görə? Çünki mən buradakı n-nı ayırsam, gərək gözə vedrə ilə su tökələr, sulana gözüm. Ona görə suluyalar sulana. Bu göz sulayanda sulanmadığına görə biz bu lanı bütövlükdə götürürük. Oldu, gözüm sulandı da nə oldu? Qayıdış olmadı. Məlum oldu, məlum. Səbəb odur ki, qayıdışın şəkilçisi yoxdur. Burada lan, lən bütövlükdə götürülür. Ümid edirəm ki, bu qeyd də sizin köməyinizə çatar. Sonra indi gəlin buradakı sözləri bir-bir elə sizlə birlikdə təhlil eləyək, görək hansı qrammatik məna növündədir feilin. Zəngləşmək. Birbaşa götürüb deməyin, qayıdış növüdür. Zəngləşmək. Zəng sözün kökü, zəngləmək sözü var? Təbii ki, yoxdur. Ona görə zəngləşmək bütövlükdə götürüldü. Məklə heç məqməşlərə baxmayaq. Zəngləşmək. Deməli, bu nədir? Məlum növ. Səbəb nədir? Şəkilçi yoxdur. Ləş şəkilçisi bizdə feilin qrammatik məna növlərində yoxdur. Gəzişmək. Ən problemli məsələlərdən budur. 1-2, gəzmək, gəzişmək. Bir dəqiqə, pis xətlədim. Gəzmək, gəzişmək. Hə, müəllim, gəzişirik də biz. Birlikdə yığışdıq uşaqlarla gəzişirik. Elə deyil. Bir insan tək də gəzişə bilər. Məsələn, oturmuşsan evdə, deyirsən ki, ürəyim sıxılır. Gedim bir həyətdə biraz gəzişim gəlim. Tək gəzişirsən də sən, tək. Deməli, bir şeydə tək gəzişə bilirsənsə, bunu siz qarşılıq bilgəlik götürə bilməzsiniz. Baxmayın, şəkilçi var, var. Şəkilçisi var, iş var. Bəs cəmdimi? Yox, tək də gəzişə bilərəm. Ona görə biz gəzişməyi məlum növ götürürük. Gəzişmə məlum növ. Dostlaşmaq. Hə, birlikdə dostlaşırıq. Xeyr, dost sözün kökü. Dostlamaq sözü var, yox. Dostlaşmaq, laş bütövdür. Deməli, bu da məlum. Bu da məlum. Vidalaşmaq. Vida sözün kökü. Vidalaş. Laşdırsa, bu da məlum. Üzləş. Üz sözünə üzləmək. O üzləmək, kitabın üzləməyindən söhbət getmir. Üzləş bütövdür. Çünki burada insanlar qarşı-qarşıya gətirir. Baxın, məzmunu qarşı-qarşıya gəlməkdir. Amma şəkilçisi olmadığına görə getdi məluma bu da. Getdi məluma. Susturmaq. Susmaq, susturmaq. Hə, sustur vəssalam, tapdım. Deyirik ki, dərhal dırı da gördük, dedik icbar növ. Məsələn, cümlədə işlədik. Deyirik ki, Əhməd Vəlini susturdu. Kimin haqqında danışıram? Əhmədin haqqında. Susturan kimdir? Yenə Əhmədin özüdür. Deməli, bu məlum növdədir. Vəssalam. Desək ki, susturdu kiməsə. O başqa məsələ. Sonra çatdırmaq. Çatmaq sözün kökü, çatdırmaq. Vəssalam, tapdım icbar növ. Yox, dayan. Özün çatdırmısan. Yəni, Əhmədsən, Vəlisən, kimsənsə, məsələn, deyirəm ki, Əhməd məktubları çatdırdı. Kimin haqqında danışıram? Əhmədin haqqında. Çatdıran kimdir? Yenə Əhmədin özüdür. Vəssalam, bu da məlum növdür. Əhməd məktubları çatdırdı olsaydı, kiməsə çatdırtdırıb da, özü yox. Kiməsə verib, o çatdırıb. Artıq üçüncü bir şəxs yoxdur axı burada. Elə Əhmədlə mənəm. Mən danışıram Əhmədin haqqında. Əhməd deyil, öz işi görür. Üçüncü bir adam olmadığına görə bu da olur məlum növ. Da məlum. Sındırmaq, sınmaq, sındırmaq. Yenə də Əhməd qabları sındırdı. Kimin haqqında danışıram? Əhməd. Nə deyirəm? Deyirəm ki, Əhməd qabı sındırıb. Elə haqqında danışdığım da Əhməddir, qabı sındıran da Əhməddir. Deməli, biz bunu dıra allanaraq götürə bilmərik qayıdış növ. Bu da getdi məlum növə. Sonra güldürmək. Deyirəm ki, bayaq bu güldürməyə toxunduq ki, Əli insanları güldürdü. Yenə danışdığım da Əlidir, güldürən də Əlidir. Bu da oldu məlum. Desin bura hamısı məlum yazmışım. Sakitləşmək. Hə, müəllim, özü-özünə sakitləşir də insan. Qoyun bunu götürək, qayıdış növ olmaz. Hara qayıdış götürürük? Sakit sözün kökü, sakitləmək sözü var, yox, şəkilçisi ləşdir. Bax, birinci şəkilçiyə baxırıq. Sakitləşmək, vəssalam. Ləşdirsə, deməli, bu da məlum növdür. Şənlənmək. Şən sözün kökü, hə, birlikdə şənlənirik və yaxud özüm şənlənirəm. Bunu necə seçək? Heç nə seçmə, məlum növdür. Səbəb? Çünki şənləmək sözü yoxdur, şənlənməkdir.
Ləndir, deməli məlum növdür. Niyə görə məlum deyirəm bunlara? Qoyun dillənməyi də deyim. Dil sözün kökü özüm dillənirəm də, yox, dilləmək yoxdur ki. Dillənmək bütövdür. Ona görə də bu da oldu nə? Məlum növ. İndi gəlim dediyim suala ki, niyə görə bunların hamısına məlum deyirik? Şəkilçi yoxdur. Xatırlayırsınızsa məlum növdən birinci danışanda dedim ki, birazdan məlum növ haqqında ətraflı məlumat verəcəm. Əslində elə məlumatları da dedim. Dedim ki, şəkilçi yoxdursa, bunların hamısı məlum növdür. Atın məlum növün üstünə, narahat olmayın, o götürəcək hamısını. Şəkilçi varsa, məzmun yoxdursa, yenə də atın məlum növün üstünə. Bir də təkrar edirəm, 2 şərt ödənməlidir. Birinci şərt şəkilçi olmalıdır, ikinci şərt məzmun olmalıdır. Biri varsa, digəri yoxdursa, qoyun onu məlum növün üstünə. Belə mənim sizə deyəcəyim bu günlük bu qədər. İnşallah növbəti dərslərdə görüşənədək sağ olun, hələlik Allah amanında qalın.